Başladıq müəllimlər. Demək, ekran da gəldiyinə görə səsdə tam yaxşı gəlir hər kəsə. Deməli, bugün müəllimlər biz keçid aldıq məktəbə qədər təhsil sistemində, hansı ki bizim Reggio Emilia'dır, Montessori'dir, Waldorfdur. Yəni biz bu nəzəriyyələrə, Froben nəzəriyyəsinə baxacağıq. İlk öncə deməli bu pedaqoji yanaşmalar, Montessori, Reggio Emilia, Waldorf yanaşmalarının oxşar bir ortaq nöqtəsini qeyd eləmək istəyirəm ki, hər üç pedaqoji yanaşma ümumiyyətlə təhsilə yeni bir baxış sistemi, yeni bir baxış formalaşdırmaq üçün belə deyək də yaradılıbdır. İndi hansı baxış sistemidir, indi onlara da qeyd eləyəcəyik. Hər birinin belə deyək də mərkəzində uşağın mərkəzləşmiş bir sistem olması, uşaq öyrənmənin mərkəzindədir və təbii ki, hansı mərkəzdən hansı mövqeyinə görə çıxışı kimi fərqlərin ayırd edilməsi ki, hansı ki, hər nəzəriyyədə, yəni məsəl üçün keçən və biz necə dedik ki, Piaget mərhələlərlə öyrənirdisə, birinci inkişafın öndə gəlməsini, amma Vygotsky demir heç bir halda, yəni nə Vygotsky, nə də Piaget bilirdiniz ki, nə sosiallığa yox demirdi Piaget, nə də ki, eyni ilə onun əksini söyləyən, hansı ki, birinci öyrənmə mühitinin əvvəlcə gəldiyini bəyan eləyən Vygotsky isə heç bir halda təbii ki, idraki da, zehnini də yox demirdi, yəni əqli fəaliyyəti də yox demirdi. Amma hər kəs özünə görə, yəni rolu var idisə, bu gün də eyni ilə biz pedaqoji yanaşmalarda deməli hər birinin özünə məxsus xüsusiyyətlərini qeyd eləyəcəyik ki, bizim ilkin olaraq əsas vacib pedaqoji yanaşmamız birinci gələn Montessori, Maria Montessori'dir ki, biz keçən dərs sensor deməli tərbiyə metodikamızda da qeyd elədik ki, biz sensor sözü gələndə ağlımıza nəzəriyyə olaraq düzdür bir neçə, yəni psixoloqların, yəni Rus pedaqoqlarının təbii ki, yəni rolu çoxdur, yəni sensorda, amma biz sensor mədəniyyət anlayışını Maria Montessori-siz təsəvvür edə bilmirik ki, hansı ki Maria Montessori hiss üzvlərinin məşq etdirilməsini böyük qrupdan etibarən 4-5 yaş qrupunda sensor mədəniyyəti deməli ərsəyə gətirən belə deyək də İtalyan pedaqoqudur ki, hansı ki 1870-ci ildə İtaliyada, Romada anadan olub və belə deyək, ümumiyyətlə Montessori biz bugün həyatına yox, bizə həyatı lazım deyil. Biz bugün onun deməli təhsildə, məktəbə qədərdə uşaqlarla iş sahəsindəki olan mövqeyinə baxacağıq ki, bugün biz deməli Montessori'nin adı gələndə bilirsiniz ki, uşaqlar evi Casa de Bambini'ni, hansı ki ilk dəfə yəni Casa de Bambini'ni 1900-cü illərdə, yəni Romada uşaq evi adı altında təbii ki açmışdı və deməli və beləliklə belə bir növ qeyd eləyək ki, Piagetdən bəhrələnib. Yəni Piaget necə ki kognitiv konstruktivizmin banisi olduğu kimi zehni fəaliyyəti, idraki ön planda tutduğu kimi Montessori də eyni ilə birinci kognitiv, idrak, əqli fəaliyyəti ön planda görürdü və təbii ki də bioloji konsepsiya dediyimiz ki, hansı ki uşaqların inkişafında irsiyyətin rolunun böyük olması, eyni ilə ki Montessori də yəni bundan bəhrələnmişdi. Yəni Piaget'in bu deməli irsi belə deyək də irsiyyət baxımından Piaget'in konsepsiyasını özündə ehtiva eləyirdi. Və deməli bu gün biz deməli uşaq bağçalarında ümumiyyətlə hansı kateqoriyalar üzrə gedirik? Məsələn, deyirik ki, birinci olaraq, bax burada qeyd edim, kognitiv konstruktivizm öyrənmə nəzəriyyəsidir. Mərhələli öyrənmə, məsələn, Piaget necə mərhələlərlə öyrənirdisə, bugün Montessori də sadəcə olaraq şüursuz o mənimsəmə dövrü idi ki, hansı ki, bugün Montessori 0-3 yaş dönəmini şüursuz mənimsəmə dövrü, 3-6 yaş dönəmini isə şüurlu mənimsəmə dövrü kimi özündə qeyd, belə deyək də, qeyd etmişdi. Və yaxşı, bəs deməli, bugün biz deməli, zehin və ürəyin harmoniyası söhbəti, bax, zehin və ürək o idi ki, örgən, yəni inkişaf et, qavra
amma mütləq şəkildə beyninlə ürəyin vəhdəti şəklində, yəni inkişaf et. Çünki nəyi qavrayırsansa, yəni burada təkcə beynin önəmi yox, zehin, yəni ürəyin harmoniyası çox-çox vacibdir ki, zehnlə ürəyin vəhdətini əsas götürərək uşağın inkişafını stimullaşdırır da. Eyni zamanda həm psixoloji inkişafını, sensor dediyim kimi, sensor adı gələndə Montessori götürürük. Eyni zamanda özünü tənzimləmə harda görürüksə, mütləq şəkildə özünü tənzimləmə, özünü idarə etmə bacarıqları Montessori-də özünü göstərirdi və eyni zamanda biz sensor adı gəlirsə, riyaziyyatı da biz bura daxil eləyirik. Çünki Montessori hesab edirdi ki, hər uşaqla biz riyaziyyat materialları ilə işləmək üçün, yəni riyazi materiallarla başlamaq üçün biz riyaziyyatı 4 yaşından etibarən uşaqlara riyazi tapşırıqları verməliyik. Çünki 4 yaşa qədər o birinci, ikinci körpələrin, hətta orta qrupda belə uşağın bir o qədər də belə deyək də şüurlu mənimsəməsinin yüksək inkişaf etdiyini düşünmürdü və ona görə də o düşünürdü ki, riyaziyyat güşəsi 4 yaşından etibarən formalaşdırılmalıdır və ona görə də məsəl üçün bu yaşa qədər olan bir vaxtda uşaqlarda hansı ki qruplaşdırma deyirik, təsnifatdır, kateqoriyadır, təfəkkür elementləri, sıralama kimi işlər üzərində tapşırıqlar vermək lazımdır ki, bəs çünki riyaziyyat abstrakt, mücərrəd bir qavrama olduğuna görə, zehni fəaliyyətin ən pik həddə olduğuna görə bağça yaşlı uşaqlar riyaziyyatı konkret əyani vəsaitlərlə, yəni əyani nədir? Göz önündə olan materiallarla öyrənməlidirlər. Məsələn, sayma fəaliyyəti olsun, rəqəm tanıma olsun, deməli əşya sayı tanıma olsun, eyni zamanda əşyanın sayı artması, say artımı kimi tapma bacarıqları, yəni bir növ hansı ki riyaziyyat güşəsinin özündə ehtiva etdiyi resurslarla gördüyünüz bütün o resurslar Montessori'nin təlimində yer alırdı. Eyni zamanda hansı ki biz didaktik materiallar deyirik. İndi gələcəm bura. Didaktik materiallar ətraf mühitin rolunda didaktik materiallar məhz Montessori'nin adı ilə. Nəyə görə Montessori? Çünki Montessori dedim axı əyanilik prinsipinə daha çox önəm verir. Çünki deyirdi ki, uşaq ümumiyyətlə riyazi biliklərə yiyələnmək üçün, ümumiyyətlə uşaqda idraki belə deyək də fəallığı stimullaşdırmaq üçün mütləq uşaq gözü önündə görməlidir. Onu toxunmalıdır. Sensor olaraq toxunmalıdır. Baxın, burada hətta bu Maria Montessori'dir ki, uşaqla təlimi vaxtı, uşaqla yanaşması vaxtı verdiyi, yəni öyrətdiyi metod üzərindən, hansı ki, əyanilik, didaktik materiallar üzərindən deməli, uşaq fəaliyyətini stimullaşdırırdı. Çünki o belə hesab edirdi ki, uşaq bildiyindən bilmədiyinə doğru öyrənməyə başlayır tədricən, yəni. Ona görə də məsələn burada biz duyğunun rolunu necə götürə bilərik ki, məsələn duyğu biz keçən dərs sensor tərbiyədə də dedik ki, körpələr qrupundan etibarən duyğu və qavramadır psixoproses olaraq. Çünki uşağın sensor təcrübəyə yiyələnməsi duyğudur, analizatorlardır və uşağın əlinə verə bilmədiyiniz bir şeyi beyninə verə bilməzsiniz. Yəni bu sözü Montessori qeyd eləyir. Bir daha təkrar eləyirəm. Uşağın əlinə verə bilmədiyiniz bir şeyi beyninə verə bilməzsiniz. Çünki uşaq birinci əli ilə onu hiss etməlidir, əli ilə onu manipulyasiya etməlidir, toxunuşlar, sensor təcrübəyə yiyələnməlidir. Sonra artıq yaş qrupları etibarilə uşaq qavramağa başlamalıdır. Və buna görə də uşağın doğulduğu andan etibarən yaşadığı mühiti toxunma, yəni duyğusu dediyimiz toxunma analizatoru, toxunma duyğusundan faydalanaraq tanıdığını Montessori qeyd edirdi və zaman keçdikcə də buna nələri qatırdı? Lamisi üzvlərimiz, hansı ki dadmadır, eşitmədir, görmə və iyi bilmə duyğularını da əlavə etmişdi ki, hansı ki və 5 duyğu mərkəzini qüvvətləndirmək üçün belə deyək də 5 duyğu mərkəzinə yönəlik bu hansı ki bu dediyimiz dadma, eşitmə, görmə, iyi bilmə, toxunma kimi belə deyək də bu yöntəmdə materiallarını hazırlamışdır və duyğu belə deyək də materialları da sırf bu hafizə psixoprosesindən yararlanaraq uşağın ətraf aləmi, yaşadığı ətraf mühiti kəşf etmək imkanını uşağa yaradır.
Aha. Və bu hafizə də belə deyək də bir növ əzələ hafizəsi kimi deyirik. Bu əzələ hafizəsini elmdə bir növ sirognestik hafizə adlandırırlar. Biraz çətin termin olduğu üçün çox deməyə girişmək istəmirəm. Yəni bu sirognestik hafizə bir növ əzələ hafizəsi kimi uşağın bir hadisəni, bir predmeti, bir obyektini təcrübə yolu ilə qavramağına imkan yaradır. Çünki bu əzələ hafizəsi uşağın mütləq şəkildə təcrübə, sensor təcrübəyə yiyələnməsinə təkan verir ki, və bu təcrübə yolu ilə uşaqlarda uzunmüddətli öyrənmənin inkişafı, belə deyək də, uzunmüddətli öyrənməyə imkan yaradır yəni. Və öyrənilən bu təcrübə üzərindən, hansı ki bu dediyimiz əzələ hafizəsi ki uşaqlara ki bu təcrübəni ki yaradır ki, bu öyrənilən təcrübə üzərindən də uşaq müəyyən bir müddət sonra ümumiyyətlə zaman keçdikcə uşaq hansısa bir şeyi unutduğu bir şeyi tutalım ki, unutduğu bir hal daha sonra məsəl üçün həmin o tutalım ki, hadisəni unudubdur, əvvəl yaşanıb keçmiş hadisəni və bir müddət sonra yenidən qarşılaşdığında artıq həmin o sirognestik hafizə dediyimiz əzələ hafizəsi işə keçməyə başlayır. Niyə? Çünki hafizə nə idi biz demişdik? Yada salma, xatırlama, qulağın eşitməsi, audial öyrənmə və sirognestik hafizə isə işə keçməyə başlayır. Necə? Yəni artıq öz işini görür. Çünki uşağa yenidən xatırlaması, uşağın yenidən əvvəli, keçmişi xatırlamasına çox-çox stimul verir yəni. Aha. Və deməli Montessori'də bu gün əsas məsələ biz müəllimin rolu gözə görünməz icra edici idi ki, hansı ki müəllim bu gün biz gözə görünməz icra edici rolunda olması nə deməkdir? Yəni bu uşaqların, çünki Montessori də Piagetdən bəhrələnmişdi ki, uşaqların sərbəstliyinə önəm verirdi. Uşaqların müstəqilliyinə önəm verdiyi üçün ona görə bu gün müəllimin rolunu arxa planda görürdü ki, məhz gözə görünməz icra edici o idi ki, bir növ biz bu fasilitator ki söhbətin ki keçmişik, hansı ki burada da müəllim amma kömək edən fasilitator yox, sadəcə ətrafdan, kənardan durub müşahidəçi rolunda bir belə deyək də bələdçi idi ki, hansı ki uşaqlarda öyrənmə zamanı onlara qəti şəkildə mane olmamalıdır. Yəni uşağın müstəqilliyə təhrik olması və müəllim uşaqları real aləmlə tanış edir, kömək edir, yol göstərir, istiqamət verir. Amma Piaget kimi deyir ki, uşağı burax özü, uşaq özü eləsin. Nə zaman ki köməyə ehtiyac duyarsa, nə zaman ki çətinlik yaranarsa, o zaman müəllim yəni burada artıq öz rolunu büruzə verər. Aha. Və Montessori də bu gün belə deyək də öyrənmə mühiti daha aktiv rola malik olur. Çünki müəllim uşaqların bir-biri ilə ünsiyyət yaranmasına da böyük bir önəm verir və ünsiyyət münasibətlərinin formalaşması üçün uşaqlarda özünü idarə etmə, intizam bacarıqları, bayaq dedim, özünü tənzimləmədir, özünü idarə etmə bacarıqları Montessori təliminə daxildir. Aha, nə zaman müəllim müdaxilə edə bilər? Qrup daxili konflikt yaranarsa. Aha, bəs yaxşı, bugün ətraf mühit. Baxın, burada qeyd olunub özünü idarə etmə və intizam bacarıqları, konfliktdə minimal müdaxilə. O zaman müdaxilə olar ki, artıq konflikt böyüyərsə. Ətraf mühitin rolu nədir? Ətraf mühit deyərkən, yəni bizi əhatə eləyən, yəni uşağın ətrafında gördükləri necə bir mühit uşaq üçün yaratmaq lazımdır, uşağın inkişafı üçün zənginləşdirilmiş bir mühit yaratmaq lazımdır. O zənginləşdirilmiş mühit nə ilə əhatə olunmalı idi? Çoxlu didaktik materiallarla, sensor təcrübələr dolu bir dünya ilə, yəni eyni zamanda fərdi və qrup işləri üçün bəli uyğunlaşmış bir məkan, yəni həm fərdi, həm də qrup şəklində uşaqların öyrənməsini özündə ehtiva eləyirdi. Çünki belə deyək də, burada vəsaitlərin, yəni rolu belə idi ki, uşaqlar yeni nələrisə öyrənmək, qavramaq, məsəl üçün hansısa bir məsələni araşdırmaq üçün vəsaitlərin köməyinə ehtiyac duyurdular və müəllimlər də uşaqları belə deyək də, onların inkişaf ehtiyaclarını, yəni uşaqların inkişaf ehtiyaclarını qarşılamağa kömək edəcək vəsaitlərlə təmin etmək üçün müşahidələr aparırdılar. Yəni ki, hansı ki uşaqların köməyinə çatası olacaq həmin o vəsaitləri
vəsaitləri müəllim təşkil edirdi. Müəllim onlar üzərində müşahidələr aparırdı ki, məsələn, hansı belə deyək də nəticələrə gəlinəcək. Yəni müəllimin rolu burada bu idi ki, uşaqların o vəsaitlərindən təmin olunması. Belə. Və eyni zamanda uşaqlarda öyrənmə prosesində biz bu gün yanaşmanın ümumi belə deyək də baxış salsaq, yanaşmanın təcrübədə tətbiqi nədir? Baxın, bu hissə yanaşmanın xüsusiyyətlərini mən burada qısa vermişəm ki, hansı ki, sensor üzvlərlə təcrübədir. Əsas olan birinci sensordur, varislik demişdik. Daha sonra artıq riyaziyyat, oxuma, yazma, rəng və ölçü qabiliyyətlərinin inkişafı. Bunlar hamısı açar sözlərdir. Çünki belə deyək də əsas sensor üzvlər vasitəsilə dedik, təcrübə edərək mənimsənilir. Daha sonra uşaqlar böyüklərin müdaxiləsi olmadan tapşırıqları yerinə yetirir. Bu ikinci bir hal. Üçüncü bir məsələ. Uşaqlar kiçik yaşlardan akademik biliklərə yiyələnirlər. Bunu qeyd edin. Akademik biliklər. Akademik biliklər nədir müəllimlər? Bir növ uşağın daha geniş, belə deyək də, zehni fəaliyyətlə məşğul olduğu, belə deyək, biliklərin ümumiləşdirilməsi deyirik ki, hansı ki, uşaqlar artıq Montessori kiçik yaşlardan etibarən uşaqların akademik biliklərə yiyələnməsini vurğulayırdı. Və buna görə də uşaqlar öyrənmə prosesində onlara istifadəsi rahat olan rəngli didaktik materiallardan, yəni daha çox istifadə edirdilər və bu materiallar və bu dediyimiz bu hansı ki, riyaziyyatdır, oxuma, yazma, rəng və ölçü qabiliyyətlərinin uşaqlarda inkişafını stimullaşdırırdı. Bəs yaxşı, öyrənmə zamanı hansısa uğursuzluq baş verərsə necə olardı? Uğursuzluq baş verərsə, bu zaman artıq uşaqlar yenidən cəhd etməli idi. Yəni, uğursuzluğu görüb dayanmalı deyirlər. Yenidən cəhd edib və mütləq şəkildə öz səhvini düzəltməli idilər. Baxın, səhvləri düzəltmək üçün materialların orijinallığı. Yəni, öz səhvlərini düzəltməyə yönəlməlidirlər və buna görə Montessori'də istifadə olunan materiallar da orijinaldır. Səhvlərin öhdəsindən gəlmək üçün orijinaldır və uşaqlara özlərini korreksiya etmək imkanı verir. Yəni, səhvlərin düzəlməsi, səhvlər sözünü siz götürürsünüz, korreksiya olunmuş materiallar açar sözü olaraq. Korreksiya olunmuş, burada yaza bilmirəm tam. Korreksiya edilmiş materiallar harada gördünüzsə, bilin ki, Montessori yanaşmasında özünü göstərir. Aha. Və Montessori'də əsas yanaşmanın əsas başlıca özəlliyi bundan ibarətdir ki, yəni burada uşağa onun maraqlı olan, onun diqqətini cəlb edən, yəni uşaq nəyi həvəslidirsə, nəyə marağı varsa, nəyi diqqəti cəlb etsə, bir növ uşaq yönümlülük prinsipi, yəni uşaq yəni o ətrafda yəni maraqlanır, onlar üzərində tədqiqat aparır, müşahidəçilik aparır, yəni o hadisələr üzərindən öyrənir, arayıb araşdırır. Yəni Montessori'də inanırdı ki, yəni bu cür uşaqlar, yəni ümumiyyətlə bu onun təlimi bunu ehtiva edirdi ki, uşaqlar uzun müddətli iş prosesindən zövq alsınlar. Həqiqətən də qısa müddətli yox, uzun müddətli iş aparma prosesi Montessori'də idi. Çünki uşaqlar qısa müddətli uşaqlarda keçici olur. Uşaq tam adaptasiya ola bilmir. Amma uzun müddətli uşaqların həm zehni qavramasıdır, onların idrakını stimullaşdırır, həm də uşaqda bir həvəs motivasiya yaradır. Və yəni biz bu gün Montessori'nin təbiri ilə desək, həqiqətən də müəllim inanmalıdır ki, müəllim bu gün necə bir uşaq yetişdirməlidir Montessori tərəfdarı olan bir müəllim? Deməli, uşağın öz maraq dünyasını nəzərə almalıdır. Uşağın diqqətini nə cəlb edirsə, uşaq nə ilə maraqlanırsa, mütləq şəkildə həmin tutalım ki, hadisə olsun, həmin predmet olsun, həmin tapşırıq olsun, həmin mütləq şəkildə ən azından kiçicik bir hissəni müəllimdən əvvəl özü tapmalıdır. Çünki müəllim deməməlidir. Müəllim deməmiş özü öz şuuru altında onu tapırsa, deməli öz həqiqi mənəvi dünyasını da tapmış olacaq. Yəni öz mənəvi daxili dünyasını tapmış olması bugün Montessori'nin fikri idi ki, bu baxımdan uşaqların müstəqilliyini istəyirdi. Yəni ki, köməksiz, müəllim sonra gələr, amma birinci özün. Yəni bir növ Piaget də bax bunu deyirdi.
Və bu gün yanaşmamızın təcrübədə, belə deyək də, tətbiqi, yaşa üzrə qruplaşdırmanı da dedik, 0-3 yaş, 3-6 yaş, şüurlu, şüursuz mənimsəmə, eyni zamanda akademik biliklər dediyimiz hansı ki, riyaziyyatdır, dildir, yəni ən vacib məşğələlər olan bu akademik məşğələlərdir ki, biz riyaziyyat, tutam ki, deməli, savad təlimidir, musiqidir, incəsənətdir, uşaqların seçim azadlığı, mütləq azadlıq verməlisiniz uşaqlara. Bayaqdan danışdıqlarım hamısı uşaq yönümlüdür elə. Maraq və maraqlı əşyalar, uşağın öz həqiqi mənəvi dünyasının tapılması. Yəni bax bunlar hamısı ətraflı danışdıqlarımın qısa konspektidir. Məhz bu hissədə. Aha. Məhz bu hissədə, yəni Valdorfa qədər olan hissədə bu hissələri yaxşı-yaxşı qeydlərini götürürsüz. Hələ ki Valdorfu vermirəm müəllimlər. Bu hissədən, yəni demək, davam oxuyursunuz və bir də bu PDF-ni atmışam. Bir dəqiqə görüm sizdə gəlsin. Təkrar bu PDF-dir. Bundakı hansı ki Arti 2023-cü ildə paylaşdığı PDF-dir. 2023 yoxsa 2024-də səhv etmirəmsə. Aha, gəlsin ekrana sizlərə də. Çox, yəni görməmiş olmazsınız. Çünki bütün, yəni vaxtilə bütün belə deyək də hər kəsin izah etdiyi, yəni bir əlçatan bir PDF-dir ki, gəldi sizə müəllimlər PDF-i. Bəli, müəllimə. Hə. Bəli, müəllim. Baxın bu PDF-dir ki, müəllimlər, Artinin öz məqaləsidir bu. Hətta bax burada da qeyd olunub ki, açar sözlərlə, yəni bütün burada Frebel yoxdur müəllimlər, onu da qeyd edeyim ki, burada Montessori, Waldorf, Emilia'da. Frebeli ayrıca göndərəcəm sizə. Və giriş hissədə də ki, belə deyək də, ümumiyyətlə nəzəriyyələr heç bura ehtiyac yoxdur giriş hissədə. Sadəcə bax bu hissəyə baxarsınız. Bunu bayaq dərsin əvvəlində də qeyd etdim ki, Montessori, Emilia, Waldorf yanaşmalarının bir-biri ilə oxşar cəhətləri. Bax bu hissə. Aha. Eyni zamanda bir söz danışmaq olar. O qabaqlar bizə eləncə oxşar fərqli cəhətləri, o prinsipləri idi, cədvəl formasında atırdısa. Bax bunlarda da bu nəzəriyyələrdə də eləncə olsa daha yaxşı olar. Bəli, var. Var, onları da göndərəcəm. Narahat olmayın. Yəni bu PDF-i bunu da yazmışam. Əlavə belə deyək də Gardnerin intellekt göstəricilərində onda ayrıca var cədvəli. Həmçinin də bu açar sözlərlə qarışdırmamaq üçün hər 4 yanaşmamızın var. Yəni bu hissədən baxın burada qeyd olunub ki, həmçinin burada yenə də deyirəm, əsas bu Casa de Bambini bax burada verilibdir, hansı ki 1907-ci ildə ilk açdığı uşaqlar evidir. Daha sonra demək nəzəri əsaslarının əsas məsələ, bax burada qısa formada da olsa, yəni oxuyun, bilin ki, yəni əsası kognitiv konstruktivizm öyrənmə nəzəriyyəsidir, şüursuz şüurlu mənimsəmədir. Deməli, müxtəlif yaşlı uşaqların deməli qruplar vasitəsilə öyrənməsi və Montessori'də bir şey də qeyd eləyək ki, əsas məsələ nə idi burada? Müəllimin rolu bir də, çünki müəllimin rolunu digər nəzəriyyədən yəni fərqləndirməlisiniz ki, burada mənəvi bələdçi falan götürmürsünüz də, sadəcə gözə görünməz. Gözə görünməz icra ediciydi. Gözə görünməz də o deməkdir ki, yəni qarışmırdı uşaqlara. Yəni tam sərbəst qıraqdan durub nəzarət edirdi müəllim, müşahidə eləyirdi yəni. Aha. Bütün açar sözlər qeyd olundu. Duyğulardır, hiss üzvləridir, sensor təcrübədir, riyaziyyat güşəsi 4 yaşından etibarən buyurulurdu. Eyni zamanda ətraf mühitin roludur ki, hansı ki, ətraf mühit deyərkən də, yəni daxili inkişaf etdirici mühiti götürürsünüz də, əsas dəstəkləyici komponenti ki, burada əsas belə deyək də, didaktik materiallar, resurslar, vəsaitlər, uşaqlar nələrlə işləməlidir? Ona görə də uşaqların bütün ehtiyaclarını qarşılamağa təmin edəcək olan bu vəsaitlər vasitəsilə. Aha, yəni bax bu hissəyə qədər iş formaları da burada qeyd olunub ki, məsələn, müxtəlif yaşlı uşaqlar inkişaf mərhələlərinə görə qruplaşdırılırdı. Şüurlu, şüursuz mənimsəmə. Deməli, elə bir şey qalmadı burada. Valdorfa qədər yəni oxuyun.
qısadır, yəni əsas yerlərini də dedim. Və yenə bir video izahını da göndərəcəm sizə müəllimlər. Orada da tam açar sözlərlə qeyd eləmişəm, amma təkcə Montessori yox, bütün nəzəriyyə yanaşmaları qeyd eləmişəm. Bu qədər.